Salam əziz müəllimlər. Mən Melizm Akademinin rəhbəri, həmçinin musiqi üzrə təlimçi müəllim Rəna Hüseynova. İlk öncə onu nəzərinizə çatdırmaq istəyirəm ki, mart ayından etibarən MİQ və sertifikasiya üzrə hazırlaşan müəllimlər üçün sürət qruplarımızda dərslər başlayır. Keçən videolarda sizlər üçün 2025 MİQ suallarının bəzilərini izah etmişdim. Bugün isə 22-ci sualdan başlayaraq testlərin izahlarını sizə təqdim edəcəm. 22-ci sualdan başlayaq. Niyazinin iri həcmli əsərlərini sayan şagirdlərdən biri səhvə yol verdi. Şagirdin dediyi variant hansı bənddə verilibdir? İlk öncə sizin Təhsil Nazirliyi tərəfindən verilən çərçivədə qeyd olunubdur üslub və janrlar. Bu üslub və janrlar bölməsində sizə həmin əsərin janrını soruşacaqdır. Əsərlərin bəstəkarını bilməklə yanaşı, həmin bəstəkarın əsərlərinin hansı janrda yazıldığını da bilməliyik. Burada bizdən soruşur ki, iri həcmli əsərini sayan şagirdlərdən. Baxın, ilk öncə biz burada hansı əsərlərin iri həcmli olduğunu və hansının kiçik həcmli olduğunu bilməliyik. Xosrov Şirin operadır. Opera təbii ki də iri həcmli janrdır. 1920-ci ildə opera kantatadır və iri həcmlidir. 1943-cü ildə yazılıb. Xosrov Şirin isə 1942-ci il oldu. Daha sonra raks suitası, suita onsuz da görünür. Həmçinin bu simfonik əsərdir. Simfonik əsərlər isə iri həcmli olur. Çitra isə baletdir, həmçinin o da. Amma Dağlar qızı mahnıdır. Belə ki, mahnının qaydasında deyilir, mahnı ən sadə və ən geniş yayılmış kiçik vokal janrdır və ya ən qədim vokal janrdır. Və kiçik sözü orada keçdiyi üçün artıq siz burada mahnını axtarmalısınız. İndi burada verilib Dağlar qızı. Amma siz Niyazinin digər mahnılarını da bilməlisiniz. Təbrizim, Dağlar qızı, Arzu, Vətən haqqında mahnı. Onlar hamısı Niyazinin mahnılarıdır. Həmçinin digər bəstəkarlardan da bu tip sual düşsə, həmin bəstəkarın mahnısını axtarmalı olacaqsınız. Əgər desək ki, iri həcmli əsəri deyil və yaxud da sual tərsinə verər, deyər ki, bunlardan hansı bu bəstəkarın kiçik həcmli əsərlərinə aid deyil. Deməli, orada mahnı olmayanı götürəcəksiniz. Qarışıq xordan neçə əsas tərkibli xor kollektivi yaratmaq olar? Bu sual MİQ imtahanına birinci ildə düşürdü. Belə ki, düşən ildə də elə bu il bəzi anlaşılmamazlıqlar oldu. Çünki 5-ci sinif kitabında bildirilir ki, qarışıq xorun tərkibində qadın və kişi səslər daxildir. Amma 4-cü sinif yeni kitaba əlavə olunan məlumata əsasən qarışıq xorun tərkibində 3 xor kollektivi var. Qadın xoru, kişi xoru və uşaq xoru. Və yenilənmiş vəsaitə əsasən artıq biz götürəcəyik ki, qarışıq xorun tərkibində 3 səs kollektivi var. Diyezli qammalar haqqında təqdimat hazırlayan 5 şagirdlərdən hansının cavabını dəyişsəz bütün cavablar düzgün olar. Deməli, ilk öncə nəzəri hissəsindən qammalardan 2 sual mütləq düşür. Ona görə qammaları yaxşı əzbərləyin, işarələri, hərf adları ilə, paralel minorları ilə bir yerdə. Burada düzgün cavabımız bizim olacaqdır. Deməli, la minor. La minor niyə? Çünki biz bilirik ki, do major, la minor. Do majorun paralel minoru la minordur və orada heç bir işarə yoxdur. La minoru biz la diyez minorla əvəz eləsək, bu zaman 7 işarəli diyezli qamma olacaqdır. Və bizdən də soruşurdu ki, hamısı, bütün cavablar düzgün olsun. Elə cavabı dəyişməliyik ki, hamısı diyezli qamma olsun. Daha sonra sadəcə alətlərin müşahidə ilə səslənən janrları deyən şagirdlərin dediyi hansı fikir yanlış olar? Bizə yanlışı soruşur. Müəllimlərin böyük bir problemi odur ki, sualı səhv oxuyurlar. Doğrunu istəyən zaman səhvi axtarıb tapırlar, səhvi istəyən zaman doğrunu. İlk öncə sualı düzgün başa düşmək lazımdır. Bizə yanlışı soruşur. Və deyir ki, alətlərin müşahidə ilə. Bax, simfonik poema instrumental janrdır. Simfonik lövhə instrumental janrdır. İnstrumental konsertin onsuz da adından görünür ki, bu alətlər üçün nəzərdə tutulmuşdur. Fantaziya isə əsasən fortepiananın müşahidə ilə fonu, təbii ki də orkestrlərin müşahidə elədiyi fonu, fantaziyalar var. Amma burada göründüyü kimi vokal instrumental poemada ilə vokal sözü var. Bizdə də deyirdi ki, alətlərin müşahidə olsun. Ümumiyyətlə, var instrumental janr, var vokal instrumental janr. İnstrumental janr sırf alətlərin müşahidə ilə olunan janrdır ki, bunlar bu yerdə qalan 4 alətlərin müşahidə ilə olunur. Vokal instrumental poema və ya vokal instrumental muğam da deyə bilər sizə. Bunlar artıq səsin müşahidə ilə ifa olunan janrlardır.
Müəllim şagirdlərdə tədbirdə ifa etmək üçün əsas hazırlamağı tapşırdı. Şagirdlərdən biri dedi: "Mənim sözlər yadımdan çıxıb, mən o mahnını səslə oxuyacağam. Şagirdin ifa edəcəyi əsər necə əsər sayılır?" Baxın, əziz müəllimlər, bu sual artıq 2-ci ildə MİQ imtahanına düşür. Vokaliz nədir? Vokaliz səslə ifa olunan sözsüz melodiyaya deyilir. Vokalizdə səs var, amma söz yoxdur. Çox vaxt bunu sözsüz mahnı ilə səhv salır müəllimlər. Sözsüz mahnıda ümumiyyətlə səs yoxdur. Sözsüz mahnı sırf instrumental janrdır, ya alət, ya da bir orkestr üçün yazılmışdır. Amma vokalizdə səs var və yaxud da biz buna deyirik səsin mətinsiz məşqi. Baxın, xorda gedən zaman səsimizi yoxlayanda bizim bir hərflə, bir notla səsimizi yoxlayırlar. Onda biz heç bir söz demirik. Sadəcə olaraq səsimizi yoxlamaq üçün hərflə, notla səsimizi yoxlayırlar. Bu zaman bizim ifa elədiyimiz olur vokaliz. Ən məşhur vokaliz Brilliant Dadaşovanın vokalizidir. Bu müasir dövr bəstəkarlarının, ifaçıların yaradıcılığında. Ona qulaq assaz tam olaraq vokalizin nə olduğunu başa düşə bilərsiniz. Burada da sualda deyir ki, sözlər yadımdan çıxıb, amma mahnını oxumağa davam edir. Əgər sözlər yadından çıxıb oxumağa davam edirsə, deməli zümzümə eləyir. Bu da olacaqdır vokaliz, təkrarlayıram, səslə ifa olunan sözsüz melodiyadır. Məktəbdə tədbir keçiriləcək. Şagirdlərdən biri fiziki cəhətdən zəif olsa da, yaxşı səsi və saz çalmaq bacarığı var. Bu şagirdə hansı növ saz çalmaq tapşırılsa düzgün olar? Deməli, bu sualda 2-ci ildə imtahana düşür. Baxın, alətlər sazı özü 3 yerə bölünür. Cürə saz, qoltuq saz, tavar saz. Cürə saz ən balaca sazdır, 4-6 simi var. Bu tip sual düşsə, uşaq balacadır, cılızdır, zəifdir və ya fiziki cəhətdən problemi var, bu zaman ona istənilən bir alətin cürə növünü təklif edəcəyik. Çünki sazın da cürə növü var, nağaranın da cürə növü var, zurnanın da cürə növü var. Ola bilər ki, saz olmaz, nağara olsaydı yenə cürə nağara versiyasını götürəcəkdik. Tavar saz isə ən iri sazdır. Amma xalq çalğı alətləri orkestrin və ansamblın tərkibinə qoltuq saz növü daxildir sazın. Orkestrin tərkibindən hansı alətlər qrupunu çıxarsaq, kamera orkestrin tərkibi alarıq. Bu sualda biraz 2-ci ildə düşür. İlk öncə onu qeyd etmək lazımdır ki, bəzən belə bir deyiliş var, demək olar ki, çox adam deyir ki, simfonik orkestrin tərkibindən nəfəslini və zərbi götürsək, yaranacaq orkestr kamera orkestrdir. Bəli, elə ola bilir, amma yerdə qalan kollektivlə yox, orada nəsə əlavə edirik biz. Mənə öz müdavimlərim də sual verir, deyir müəllimə, bax burada cavab deyim sizə. Cavab odur ki, biz nəfəsli ilə zərb alətini çıxardanda yaranır, simfonik orkestrin tərkibindən çıxardanda yaranır kamera orkestri. Amma biz bilirik ki, simfonik orkestrin tərkibində 4 qrup alət var. Hansıdır bunlar? Simli alətlər, hansı ki, yaylı simli daxildir, ağac nəfəsli, mis nəfəsli, bir də zərb alətləri. Buradan da nəfəsli ilə zərbi çıxanda yerdə qalacaqdır simli alətlər. Amma kamera orkestri sırf simlidən ibarət deyil. Orada hətta kontrabas yoxdur. Simli alətlər orkestrin tərkibindəki alətlərin hamısı yox. Orada sadəcə simli kvartetlər daxildir. Yəni skripka 1, skripka 2, alt violonçel. Həmçinin ora Avropa triosu da daxildir və bu tərkib həmçinin artar alətlərin sayına görə. Yəni, siz bildiyiniz simli alətlər orkestrinə bəziləri deyir, simli alətlər orkestrinə həm də kamera orkestri deyilir. Elə bir şey yoxdur, qəti şəkildə yoxdur. O fikir yanlış fikirdir. Mən öz müdavimlərim üçün orkestrlər, onların tərkiblərini PDF formasına hazırlamışam. Onlar bu tərkibləri daha yaxşı bilir. Nəfəsli və zərb alətləri. 29-cu sual da həmçinin artıq 2-ci ildə imtahana düşür. Ümumiyyətlə bu il əvvəlki illərdən çox sual düşmüşdü. Gələn ildə, yəni bu MİQ imtahanında, sertifikasiya imtahanında da həmçinin əvvəlki illərdən suallar düşəcək. Ona görə də əvvəlki illərin testlərini, sınaqlarını çox işləyin. Müəllim xalq mahnıları və xalq rəqsləri haqqında təqdimat hazırlamağı tapşırır. Birinci qrup Güloğlan. Bax, bizə deyir xalq mahnıları, xalq rəqsi. Güloğlan Azərbaycan xalq mahnısıdır. İkinci qrup Zorxana. Zorxana Azərbaycan xalq rəqsidir. 2 gənc güləşir, qalib gələn mükafatlandırılır. Gözəlim sənsən Azərbaycan xalq mahnısıdır. Çoban bayatısı. Çoban bayatısı Azərbaycan xalq melodiyası və ya musiqisidir. Baxın,
Burada var xalq mahnısı. Mahnı odur ki, o bənd və nəqarətdən ibarət olsun, sözləri olsun, amma musiqi və ya melodiya odur ki, onun sözləri olmasın, sadəcə musiqisi olsun. Çoban Bayatçısı da Azərbaycan xalq musiqisi hesab olunur, həmçinin tütəkdə ifa olunur. Yəni 4-cü qrupda səhvə yol vermişdir. Ritmik ifa zamanı nağara alətini hansı alət ilə əvəz etmək olar? Deməli, istənilən bir aləti başqa bir alətlə əvəz etmək olar. Xüsusilə də sizin 3-cü sinif dərsliyinizdə həm köhnə nəşr, həm yeni nəşrdə qeyd olunubdur. Azərbaycan alətlərinin Avropa alətlərinin uyğunluğu. İlk öncə ona fikir verin. Burada da nağara alətini dəf aləti ilə əvəz etməliydik ki, biz deməli uyğunluq olsun. Balaban olmaz, çünki nəfəsli alətdir, ney də nəfəsli alətdir, bərbət də nəfəslidir, rübab da, daha doğrusu bərbət, rübab bunlar isə deməli simli alətlərdir. Düzgün cavab olacaq dəf. Çünki zərbi zərblə, nəfəslini nəfəsli ilə əvəz eləməliyik ki, uyğunluq olsun. Musiqidə həm böyük səhnə əsərinin, həm də digər musiqi nömrələrinin, muğamların giriş hissəsində istifadə olunur. Baxın, müqəddimənin belə bir qaydası var. Muğamın əvvəlində səslənən, dəqiq vəznə, aydın ritmə malik instrumental musiqi. Bu qaydada sizə deyir ki, müqəddimə muğamda səslənir. Amma müqəddimə tək muğamda yox, musiqili səhnə əsərində də səslənir. Belə ki, operanın da, operettanın da giriş hissəsi müqəddimə ola bilir. Düzgün cavabımız olacaq müqəddimə. Bunun üçün siz gərək digər qayda, sırf qayda olaraq elə oradakı qaydanı yadınızda saxlamış olsanız, fikirləşəcəksiniz ki, elə müqəddimə muğamdadır. Amma gərək siz digər kitabda olan məlumatlar da nəzərdən keçirəsiniz ki, məsələn, orada yazılıb ki, Leyli və Məcnunun müqəddiməsində Şərab hicran xoru. Artıq siz fikirləşməlisiniz ki, hə, müqəddimə bir operada var, bir də muğamın giriş hissəsidir. Cənub bölgəsində istifadə edilən bu aləti nağara, qoşa nağara, dümbək kimi alətlərlə birlikdə orkestrin tərkibində yer alır. Bu hansı alətdir? Deməli, Cənub bölgəmizdə yaranan alətimiz laquttudur, zərb alətidir, 2-4 bucaq ağac qutudan ibarətdir.